Yay gəldi deyə süni mayalanmanı payızda saxlamalısan fikri çox yayılıb. Amma bu tibbi olaraq doğru deyil. Süni mayalanma fəsildən asılı olan bir müalicə deyil və ilin istənilən vaxtında aparıla bilər. Orqanizm təqvimə baxmır. Hormonlar yay və qış fərqi tanımır. Əsas olan qadın orqanizminin bu prosesə hazır olub olmamasıdır. Yumurtalıqların vəziyyəti, hormon analizləri və ultrasəs nəticələri yaxşıdırsa, mövsümün heç bir əhəmiyyəti yoxdur. Yayda da yumurta yetişdirilməsi, toplanması və embrion transferi eyni tibbi qaydalarla aparılır. Prosedurun uğurunu fəsil yox, düzgün planlama və həkim nəzarəti müəyyən edir. Bəzi pasiyentlər yayda daha stresli olur, iş yükü azalır və bu da bəzən müsbət təsir edir. Digər tərəfdən, yüksək temperatur səbəbilə maye qəbulu, günəşə uzun müddət məruz qalmamaq və istirahət rejiminə diqqət etmək vacibdir. Ən doğru zaman həkimin tibbi dəyərləndirməsindən sonra müəyyən olunur. Doğru zamanda başlanan müalicə isə ilin istənilən fəslində uğurlu ola bilər.